Yaxşı elədin. Amma maşallah nə gözəl ailənlə səmimisən. Mən də eləyəm nənə ilə, papa ilə. Mən o vaxtı sənin dediyin sözü deyirdim tez-tez. Aşağı mı? Yox. Yox, o birisi D hərfini. Deyirdim, sonra mənə qoy TikTokda burada qadağa qoydular izləyici. Arzu demə. Onu sən kullanırdın. Sən mənim yoldaşımın o kaydını görmüşdün. Yox, hansını? O həmən o sən dediyin temanı orada çaşıb demişdi o. Mən həmən o sözü istifadə eləmişdim. O da demişdi ki, mən də qızlar yeyeyim teması. O patlatmışdı. O bilmədən. O bilmədən demişdi, hə. Sən də ona duduşun yansın. Yox. Yox, məsələn, o öyle deyil. Ay, sən o kaydı 100% görmüşəm. Qızlar Arzu məba, neçə il evlisən? 17 il. Maşallah 17 il bu adamla. Bəli, 5 uşaq var. Halaldır ya aşkım. Valla ne güzel. Allah böyle ilişkinizi bozmasın. O kara pişinler girmesin arasına. Çünkü indi sosyal medyada tanınmış bir insansınız. İlla ona da yazan var. Sey teklifler eleyen var. Yani o kara ilanlar olmasa ilişkiniz full böyle inşallah güzel sürsün. Sağlarını görmüşsən? Gördüm TikTok'ta bir iki kayıtlarda görmüştüm. 5 tane maşallah. Allah böyle çok teravətli, çok sağlam böyüsünler Allah inşallah. 6-cıya qismət edəcək. Az da yaşlı cırılacan da 6-cı nedir Rihanna kimi? Ay bacı Rihanna elədi da Ya, her ay doğur. Biri de olsun ondan sonra все. Az yox Rihanna kimi Rihanna da elədi her ay fırt doğur. Ay bacı da bəsdir də. Birden biri de kız olsa. En böyüyü neçə yaş var? 16. Hay maşallah neçə qız neçə oğlan? 4 qız, 1 oğlan. Hə, heç olmasa bir dənə bir oğlan doğ. Hə. Var da Amma bir dənə onlar- oğlan. Onu da randevuya yazmayacaksın ki ne biləcəksin. Hə. Biri de olsa besdir. Bir dənə bir oğlan doğsa 2 oğlan 4 qız yaxşıdır. İnşallah. Malades. Yazıq tək oğlan 4 dənə. Baba deyir malades, xoşum gəldi. Hə? Arzum çok memnun Hoş oldum. oldu. Allah Teşekkür böyle ederim. Var olun. uzunuzu, mutluluğunuzu elinizden Teşekkür almasın. ederim, Allah'a var çok olun. teşekkür Hoş ederim. oldu. Çok sağ olun. Çok sağ olun, sağ olun. Sağ olun. Ailedir yaz. Ne güzel ailedir. Vallahi Allah hamını anasıyla, babasıyla, dedesiyle bile mutlu eləsin ay bacı. Bazı ailelerde var insan anasıyla derdini danışamır, atasıyla derdini danışamır. İnşallah böyle ata ananızla hemşe dost kimi olun. Vallahi ben de anamla eləyəm, dost kimiyəm.